Allahümme salli ala Muhammed ve ala Muhammed. Bismillahirrahmanirrahim. Əziz dinləyiciləri salamlayırıq, hacı salamlayırıq. Aleykümselam ve rahmetullah. Mübarək aya doğru üz tutmuşuq. Peyğəmbər sallallahu təbirin edisik. Mübarək ay öz əzəməti ilə bizə doğru gəlməkdədir. Hacı elə ilk girişi istəyərdik bu mövzu ilə bağlı bir neçə kəlmə deyəsiz, mövzuya daxil olaq inşallah. İnşallah. Bismillahirrahmanirrahim. Allah'ın salamı olsun əziz Peyğəmbərə və onun pak əhl-i beytinə, bütün dəyərli tamaşaçılara salamlayırıq. Və dəyərli Hacı Mətləb əzimizə salamlayırıq, xoş gördüm deyirik. Və Allaha sonsuz şükürləyirik, sonsuz həmd edirik və sonsuz şükürləyirik. Bu neməti əta elədiyi üçün ki, mübarək Ramazan ayı öncəsi bu mövzularda danışmaq, hazırlaşmaq fürsətini lütf eləyib, inayət eləyib. Allah eləsin qəflət yuxusundan oyanmışlardan olaq. Və bir neçə gün qalıb Ramazan ayına, mübarək Ramazan ayı öz əzəməti ilə, bərəkəti ilə, bağışlanması ilə bizə tərəf üz tutmaqdadır. Allah'tan istiyoruz ki öz böylüyünə xatir bizi bəhrələnmə imkanı nəsib eləsin və təvəssül edirik İmam Zaman Ağa Əcil Fərəcəhuma, Əziz Hüccətullah'a ki, inşallah bizim üçün dua eləsin, bizim əlimizdən tutsun, daxil ola bilək bu nurani aya ən ali şəkildə inşallah. İnşallah. Hacı, sosiallaşan bir dünya var və demək olar ki, insanın başını qatmaq üçün, qəflətə salmaq üçün nə lazımdırsa, bəlkə lazım olmayandan daha artıq şeylər var və insanlar da o qədər əl çatandı ki, yəni bəzən bizi fikirləşdik ki, bir 10 il qabaq bu imkanları kiməsə desəydilər, bəlkə fantastik görünərdi. Çox sadə bir texniki vasitələrlə bəzən ağla gəlməz işlər baş verir, əl çatandı. Bu boyda həngamənin içində, bu boyda qarama-qarşılığın içində ilahi bir mesaj var. Ramazan ayı gəlir. Peyğəmbərimizin buyurduğu kimi əzəməti ilə gəlir. O mesajın əzəmətini duymaq üçün, o mesajın qüdsiyyətini anlamaq üçün insanda nəyə hazır olmalıdır? Qəlb necə hazır olmalıdır ki, insan o əzəməti olduğu kimi tutsun və aya o əzəmətinə, o ehtiramla daxil olsun. Təşəkkür edirəm. Məsələ tüm bu inkişaf və texnoloji mövzusunda olan mövzulara baxış bucağı həll edicidir. Əgər biz nemət kimi baxsaq və düzgün istifadə eləsək, bunların hər biri də özlüyündə bir vasitəyə çevrilər, bir kömək üçün resursa çevrilər və biz bəzən elə daha da səmərəli vaxtımızı tənzimləməyə və bu kimi kömək eləyər. Müsibət bundadır ki, biz necə 100 il əvvəl başqa təhriklər, başqa kənar təhriklər ya daxili yönəlişləri biz düzgün idarə eləməyəndə gedib yolumuzu itirirdik. Bugün də bu daha da çeşidlənib, daha da zənginlənib, daha da genişlənib və əgər 100 il əvvəl bu daha az surətlə baş verirdi. Tənəzzül etmə, bunun üçün bir vaxt lazım idi, bir zaman lazım idi, dayanmağa belki də fürsət olurdu. İndi o qədər sürətlə baş verir ki və o qədər rəngarəngdir ki və o qədər tutumludur ki, əgər insan fərqindəliyi olmasa, necə surətlə toparlana bilir, o cür də surətlə yerə enə bilir. Bir fərqlə yıxılmaq üçün, tənəzzül üçün xüsusi bir səbəb lazımdır. İnsan elə harama tərəf meyilləndi, mənfiyə tərəf meyilləndi, həvai nəfsinə qul oldu, lənəti şeytanın vəsvəsinə tərəf yönəldi, tənəzzül baş verir. Amma təkamül üçün çox
bir toparlayıcı vəziyyət lazım, bir iradə lazım, bir əzm lazım. Və bu baxımdan biz deyə bilərik ki, mübarək Ramazan ayına hazırlıq birinci biz elə bu neçə həftədir də mübarək Rəcəb ayında, Şaban ayında baxdanışıq. Ən birinci məsələ diaqnostikadır. Yəni insanın özündən baş çıxartmasıdır. Biz özümüzdən baş çıxartmasaq, özümüzü tanımasaq, özümüzün hansı qabiliyyətlərə, hansı tutumlara, şakiləmizin səmimi qəlblə nə olduğunun fərqində olmasaq, şakiləmizlə məşğul olmasaq, öz halımızı dəyərləndirməsək, bizə mane olanları tapmasaq, bizim alınan vaxtlarda niyə görə alınırın fərqində olmasaq ki, onları gücləndirir, bir şey alınasıdır. Ona görə birinci dərəcədə mövzu budur. Bu da Allah lütfüləməsə biz özümüzə çətin olar. Allahdan istəyir, Allah lütf eləsin, mərhəmət eləsin. Biz bunu həyata keçirdə bilək və başa düşə bilək və buna uyğun da işlərimizi tənzimləyək inşallah. Hacı, belə demək olar ki, sizin fikrinizdən belə bir anlaşılma ola bilər ki, yəni hər zamanda insanın qəflətə düşmək üçün xüsusi bəhanələri olub. Yəni Bəli, kifayət qədər olub. bu yenidir. Bəli. Mən əsas sözümün canı budur ki, bu yenidir. Yəni İnsan nə qədər ki olub, insanın istəyir daxilində, istəyir insandan kənarda insanı təhrik edən mövzular olub. İnsanı müsbətə yönəldən mövzular da olub, içində və kənarda. İnsanı mənfiyə tərəf yönəldən mövzular da olub, içində də, kənarda da. Amma bütün bunlardan baş çıxartmaq üçün Allah hər şeyi insana verib. Ona görə insan mükəlləfdir. Yəni bu yenidir. Ola bilsin surət biraz artıb. Ola bilsin təhriklərin gücü biraz artıb. Ola bilsin Ustad Şəhid Mütəhhirinin o buyuruşunu biz əsas götürsək ki, hələ bunu bir 40 il əvvəl deyib də, indi bugün o biraz da surətli görsənir. Deyir, müasir sivilizasiyanın o müsibətinə işarə edir ki, o fəsada səbəb olan ən ciddi mövzulardan biri budur ki, insanın bu surət və bu bilgilənmə və bu ağlın bir növ IQ hissəsinin işə düşmə mövzusu o qədər bunun həyata keçməsində metodoloji baxımdan, ümumiyyətlə bilgilənmə baxımından və s. maariflənmə baxımından o qədər proses gedib ki, burada surət və bilgilənmə o qədər artıb ki, buradan yaranan çağırışları qarşılayıb, duyub və yaşaya biləcək qəlb yoxdur. Qəlb amma çox zəif həddə qalıb. Bəşər ki, bir neçə əsrdə gücü ağla verib, bilgilənməyə verib, təlimə verib, tərbiyə afsayda qoyulub, qəlbin tərbiyəsi, qəlbin yetişməsi, qəlbin diriliyi, qəlbin oyanışı, qəlbin formada olması əldən verilib, qəlb olmayan yerdə bütün bu resurslar səhv yerə gedir. Bütün bu resurslar səhv yerə gedir. Ona görə də biz deyə bilərik ki, müasir dövrdə vəziyyət bir qədər də çətinləşib. Çünki böyük dizbalans yaranıb, böyük bir fərqlənmə, surət fərqlənməsi yaranıb. IQ inkişafı ilə qəlb inkişafı arasında böyük bir fərq yaranıb. Hətta bu uşaq tərbiyəsindən də görsənir. Uşağın bəlli yaşdan sonra əqli inkişafına fikir verilir. Belə desək, təhsilinə fikir verilir. Dilinə fikir verilir. Filana. Amma uşağın hansısa mərhələdən artıq qəlbi ilə məşğul olmur. Hətta valideyn məşğul olmur. Hətta valideyn məşğul olmur. Valideyn onun ölçür, dərsi oxudu, hə. Yaxşı qiymət aldı, hə.
Valideyn onu ölçmür. Mənəvi təkamülü nə həddədir? Onun mənəvi buluğu, mənəvi yetkinliyi nə həddədir? Valideynə maraqlı budur ki, fiziki inkişafı qaydasında gedir, ağlı da yerindədir, aşkara da böyük bir problemlər yaratmır. Əxlaq və sair mövzularda da aşkar belə dəhşətli bir dərəcədə mövzu yoxdur. Zaten əqli inkişaf və təhsil mövzuları artdıqca heç bu şeylərə vaxt da qalmır. Amma bunun qəlbi inkişafı ilə bağlı, mənəvi inkişafı ilə bağlı, insani inkişafı ilə bağlı burada böyük bir həm evin içində, həm təlim-tərbiyə müəssisələrində, həm ümumən toplumda, həm sosial mediada, həm ümumiyyətlə ənənəvi mediada bu mövzu yoxdur. Bu mövzu yoxdur. Və Ramazan ayının, mübarək bu Ramazan ayının xüsusi nemətliliyi biraz da burada diqqət çəkilir ki, mübarək Ramazan ayı gəlir, bunu xüsusi bir ortam yaradır ki, qulaqlara deyilsin, eşidilsin. Oruc özü özlüyündə bir yeni bir fürsət yaradır qəlbin oyanması üçün. Dua eləmək üçün, Quran oxumaq üçün, Qədir gecələri üçün inşallah. Azı bu məsələyə bir dənə də bir mövzu tərəfindən toxunmaq istəyərdik. Sonra inşallah digər mövzulara keçək. Ki bir məsələnin düzgün zamanımızda bu məsələ biraz da gələcək və bu məsələnin rəngi biraz da əlbəttə təkamül fürsətləri də artıb. Ondan sual yəni nə qədər imtahan çətin olursa, hazırlaşan insanın parlaması daha çox görsənir. Mən onu sual vermək istəyirəm sizə ki, ona görə axirət zaman dövrünün möminlərinin mənəvi təkamül fürsəti, potensialı çoxdur. Tənəzzül də çox rahatdır. Amma bacarsa, mənəvi təkamül imkanları fövqəli dərəcədə. Yəni biz belə deyə bilərikmi ki, məsələn bizim tutalım ki, insanın bu zaman axirət zamanda, məxsusən bizim zamanımızda yaşayan insanların qiyamət günündə olan o mövzusunun, yəni bu dünyada olan o məsuliyyət baxımından məsələsi biraz da artıqdır. Nə baxımdan? Məsələn, əvvəl bir dənə hədisi yazmaq üçün, bir dənə mövzuya toxunmaq üçün bu bir insan gedib böyük bir dənə kitabxananı oxuyub, orada bir kitabı götürüb oradan qeyd eləməlidirsə, bu günləri o resurslar o qədər ələ çatandır. Yəni həmin o insanların ortaya qoyduğu müəyyən bir elmi mövzularla bağlı məsələdə zamanımızda olan insanın əl çatanlığı baxımından daha ciddi işlər görülməli, daha böyük nəticələr əldə olunmalı. Sorumluluq verilməyə görə olur. Göz varsa gözün necə istifadə eləməsən olur. Qulaq varsa qulağı necə istifadə eləməsən olur. Resurslar da verilirsə bizə, əl çatanlıq artırsa ilahi marifə, buna başa düşmək əqli qabiliyyət artırsa, bunun sorumluluğu da artır təbii. Biz sorumluyuq o həddə ki, əlimiz çatır. Bu baxımdan ümumən götürsək, ortalama götürsək, bu gün insan imkanları, fürsətləri, resursları daha çoxdur. Və mənəvi təkamül üçün dərinlik baxımından, üfüqlər baxımından fürsət daha çoxdur. Qaranlığa yuvarlanmaq daha rahatdır. Tənəzzül daha rahatdır. Amma mənəvi təkamülə və mənəvi yüksəlişə çatmaq üçün resurslar və fürsətlər də qat-qat artır. Əvvəldə qeyd baxış bucağı çox mühüm. Burada məsələni həll edən demək olar ki, baxış bucağıdır. Çünki biz əgər bir məsələyə, məsələn, əvvəl təhlükə kimi baxa bilərik ki, bu bizim əlimizin altındadır, cürbəcür fəsadlar. Amma bu tərəfdən də sən əgər mənəvi kimliyə sahibsənsə, eyni məsələlər səni digər mövzuları, elmli məsələlərdə də əl çatan edirdi. Yəni bu məsələlər insanın öz kimliyinə qayıdır. Kim olaraq məsələsi yenə burada ortaya. Baxın, biz nə ilə qidalanırıq, o oluruq. Məsələn, biz gənc olanda 18-17 yaşında biz mənəvi qida və maarifçilik qidası və ilahi qida çətin tapırdıq.
keçin tapırdı. Həm mütaliə edilənləri kitab az idi, həm Sovetdən təzə çıxılmışdı, həm savadlı insanlar ki, bu mövzuya əhatəsi olaydı, yox dərəcəsində idi. Həm bunu bilib əməl eləmə ümumiyyətlə lap az idi. Günümüzdə fövqəl böyük imkanlar var. Məsələn, bizim hər şənbə günü tutaq ki, əqaid bəhsləri var. İndi bu fürsət və bu imkandan nə qədər bəhrələnmə olur, olmur, o ayrı mövzu. Məsələn üçün, bu onlayn üzərindən də olur ki, məsələn, insan deyə bilər ki, mənim fiziki çatdıra bilmirəm, gəlməyi, getməyi. Bu onlayn üzərindədir, podkast formatındadır, daha da rahat fürsətdir. Sonra bir yazısı da qoyulur, ses yazısı da qoyulur bunun. Amma insanın bununla qidalanmaq istəsə, gəlib xüsusi rübubiyyət bəhsini dərk eləyəcək. Yaxud başqa mənəvi söhbətlər və çoxdur maşallah indi dünyada da, ölkəmizdə də artıb. Biz o mənəvi qidaları insan qəbul eləsə, insanın məhsulları da buna uyğun olacaq. Əgər mənəvi qida qəbul eləməsə, başqa qidalar ki, o təqdim olunur və yaxud bu özü onun ardıncadır, ani ləzzətlər üçün, onda başqa məhsullar verir. Qəlb də səmimidir. Qəlb hansı qidanı alanda zövq alırsa, qəlb bizə xəbər verir. Əgər insan tutaq ki, bir mənəvi mövzunu işidəndə qəlbi darıxırsa, deməli, qəlbin sağlamlığı yerindədir. Geri başına çarə qıl. Əgər namaz qılanda o zövq alırsa, Allahın qürbunu yaşayırsa, qəlb sağlamdır. Yox, namazı qılanda canı sıxılırsa, amma məsələn üçün bir ağır idman hərəkətləri edir, oradan zövq alır. O yaxşıdır, o pisdir, o çox yaxşı. Onu da eləsin. Amma burada bunu eləməyə zövq almırsa, deməli qəlbi sağlamdır. Bir dənə riyazi məsələni həll eləyir, zövq alır. Çox yaxşıdır. Amma məsəl üçün Münacat-ı Şabaniyəni oxuyub əgər zövq almırsa, deməli qəlbindən bir baş çıxartmalı. Əgər misal üçün fərqindədir ki, bir yaxşı onlayn fəaliyyət üçün güclü bir Wi-Fi olmalı, ya güclü bir internet olmalı, filan olmalı. Bütün bunları diqqətindədir, fərqindədir. O cürdə yaşamasında, geyimində, yeməsində, içməsində, oturuşunda, duruşunda, baxışında, eşitməsində, danışmasında tam o bəndə kimi yaşamaq üçün fərqindəliyi olsa bilər ki, hicab elə-belədir. Nə qədər kamil hicab olsa, o qədər ilahi bəndəlik vadisinə daxil olur. Nə qədər kişi gözü kontrolda olsa, naməhrəmə baxmasa, naməhrəmlə distansiyası olsa, yersiz, yerli zarafatlardan uzaq olsa, o qədər mənəvi təkamül vadisinə daxil olur. Necə olur biz bir onlaynda aktiv olmağın başa düşürük ki, geri bütün o pamexlər, bütün mane olanlar yığışıla, bütün geri bu tam dalğadan istifadə edək. Bəndəlik dalğasını da gücləndirən və mane olanlar var. Müteali ruhiyyə gücləndirir. Hüccətullaha təvəssül gücləndirir. Mane olanlar da var. Nə gəldi danışma, qeybət eləmə mane olur. Nəyə gəldi baxma mane olur. Hicaba kamil riayət eləməmə mane olur. Kişinin də bir iffət geyimi var da. Məsələn, bir diqqətli olmalı. Nə geyir, necə geyir. Biri görürsən, namaz qılır, əyildi, bütün beli qaldı bayırda. Qalxdı, bütün qarın hissəsi
çıxdı bayrağa, yəni görsəndi. Yəni bu geyim elə olmalıdır ki, bu mövzudur da, tek qadına aiddir ki iffət. Tek qadının geyimindən getmir ki dinimizdə inan, kişinin də geyiminə aiddir. Ona görə bunlar danışılmır bəzən. Elə bilinir ki, bu elə ancaq qadına aiddir. Qadının da geyim mövzusu önəmlidir, kişinin də geyim mövzusu önəmlidir. Və hər şey bu cür. Qadının da gülmə tərzi mühümdür. Təəssüflər olsun, bu çox ciddi bir böhrandır. Məsələn, publik yerdə, cəm yerdə də bizə riayət olunmur. Amma məsələn, 30 il əvvəl, 40 il əvvəl baxırdın bir namazı idi həmən o qadın. Amma kontrol eləyirdi özünü, harda gəldi, necə gəldi, cəm içində. İndi məsələn, baxırsan ki, bəzən üçün təəssüflər olsun, ruhu olmayanda dinin, bəzən zahiri mövzular həll olur, ruhu qalır qıraqda. Elə bu kişilərə də aiddir, qadınlara da aiddir. Allah hamımıza kömək eləsin. Mən təklif edirəm, daxil olaq bəhsimizə. Bəli, biz keçən dəfə, amma bu giriş də önəmlidir. Biz keçən dəfə Mübarək Ramazan ayının hər gündəlik namazdan sonra oxunmalı duasının, Yalü Əzim duasına bir giriş elədik. Böyük bir bəndini də bitirdik, şərhi ilə bağlı. Əziz uləfamızın, uləmamızın bununla bağlı buyuruşları ki, bəli, Seyyid İbn Tavustan, bu İmam Sadiq əleyhissalam, İmam Kazım əleyhissalamdan bunu nəql eləyir və geniş bəhsini elədik ki, məsələn, Ya Alü, Ya Əzim, Ya Qafur, Ya Rahim, Əntər Rabbul Əzim, Əlləzi leysə kəmislihi şey və huvəs-səmiül bəsir. Bir cümlə ilə deyək ki, bəndə bu duanın girişində ishar eləyir ki, mən aliyə qovuşsam bir şey olaram. Allahı tanımaq bəndidir bu. Yəni Allah alidir, mən heç nəyəm. Əgər ona qovuşsam bir şey olaram. Özü özlüyündə heç nəyəm. Onun bəndəsi olsam bir şey olaram. Allah əzəmətlidir, mən kiçik cılızam. Əgər ona qovuşsam, onunla olsam, onunki olsam, onda mən də əzəmətə, aliliyə də qovuşa bilərəm. Və narahat da olmuram. Özümü də itirmirəm. Duada İmam Sadiq əleyhissalam, İmam Kazım əleyhissalam deyir ki, özünüzü itirməyin. Yəni Allah mərhəmət sifətləri də bizə təqdim olur ki, Qafurdur, Rəhimdir. Sənin bağışlanma imkanın var. Sənin xüsusi rəhmətindən bəhrələnmə imkanın var və Allah özdə kimdir? Əntər Rabbul Əzim, sən tanıyandan sonra birbaşa müraciətlə məni də öyrən. Deyən, Allahım, sən əzəmətli Rəbsən, hansı ki, bənzəri yoxdur, onun kimisi yoxdur və hər şeyi görəndi və işidəndi. Bunları geniş danışdıq. Sonra gəlir bir mərhələyə çatdıq ki, duanın növbəti mərhələsində Mübarək Ramazan ayını tanıma mərhələsidir. Yaxşı, biz daxil olduq Mübarək Ramazan ayına. Mübarək Ramazan ayının ev sahibi kimdir? Allah. Allahdır, o bizi dəvət edib. Biz bir də yada saldıq ki, Rəbbimiz kimdir? Alidir, əzəmətlidir, bağışlayandır, xüsusi rəhməti inayət eləyəndir, bir addıma çox əvəzini verəndir artıqlaması ilə. Bənzəri yoxdur, eşidəndir, görəndir. Hansı amma ayda yox, o hansı bu aya bizi çağırır? Mübarək Ramazan ayı ki, bizi dəvət edib, ya yuhalləzina amənu. Bizə dəvət verib, biz də gəlmişik. Bu nə aydır? Dua onu da bizə öyrədir. Müəssimlər bizə bunu da öyrədirlər ki, bax, bu aydasan. Ki, və haza şəhrun əzzamtəhu və kərramtəhu və şərrəftəhu və fəzzaltəhu aləş-şuhur. Bu bir aydır ki, onu daha böyük qərar vermirsən, daha kəramətli qərar vermirsən, daha şərəfli qərar vermirsən. Yəni sən Allahım. Və başqa aylardan daha üstün qərar vermirsən. Bu birinci xüsusiyyədir. Deməli, Allah bu aya, mübarək Ramazan ayına əzəmət verib. Allah bu aya bir xüsusi kəramət verib. Allah bu aya xüsusi şərafət verib. Allah bu ayı bütün başqa aylardan üstün qərar verib. Buracan belə. İkinci mühüm nöqtə. Və huvə şəhru. Bu bir aydır ki, Əlləzi
hansında ki farasta siyamehu aley. Sən bu ayda oruç tutmağı, bu ayın orucunu mənə vacib qərar vermisən. Yəni əzəmətli qərar vermisən, kəramətli qərar vermisən, şərafətli qərar vermisən, bütün başqa aylardan üstün qərar vermisən ki, mən neyniyim indi? Mənə aid nə var burada? Mənə aid, bizə aid burada nə var? Bizə vacib buyurulub bu ayda oruç tutda. Və huve şəhru Ramazan, bu bir mübarək Ramazan ayıdır. Əlləzi ənzəltə fihil Qur'an, ki bu ayda sən Rəbbim Qur'anı nazilləmisən. Deməli, əzəmətliləmisən. Bu ay özü özündə əzəmətlidir. Bu ay özü özlüyündə keyfiyyəti var ki, nədir? Kəramətlidir, şərafətlidir və başqa aylardan üstündür. Və bizə də bu ayda oruç tutmağı vacib buyurmuşsan. Üstəlik bu ayın bir dənə də özəl xüsusiyyəti var. Bu ayda Quran nazil olub. Quran nazil olub. İndi bütün bunları biz toparlasaq, bütün bu məsələləri biz bir yerə yığsaq, biz deyə bilərik ki, niyə ən fəzilətlidir? Çünki şəhrullahdır. Niyə ən əzəmətlidir, fəzilətlidir şərab? Allahın ayıdır. Hər şey Allaha aiddir. Bunu Allah xüsusi amma vurgulanır da. Allahın ayıdır. Bu belə seçimlilik baxımından bizim üçün nə var burada? Bu ayda bizə oruc vacib buyurulub. Biz seçimimizlə, fərqindəliyimizlə əgər bu orucu tutsaq, gör nələr var. Və bu ayın əhəmiyyəti və dəyəri də mübarək Ramazan ayında Quran nazil olub və Quran bu ayın böyüklüyünə, kəramətinə, şərafətinə, başqa aylardan üstünlüyünə bir qədər də daha da böyük dəyər verib Quran nazil olması bu ayı daha da dəyərləndirir, daha da əzəmətli eləyir. İndi burada əziz uləfa, əziz uləma buyurur ki, bu təsadüfüdür ki, bu ay bir tərəfdən fəzilətlidir, əzəmətlidir, kəramətlidir, şərafətlidir. Bir dənə başqa tərəfdən də oruc vacib buyurulur, bir başqa tərəfdən də Quran nazil olub. Bu elə belə deyil. Burada bir varlıq, vücudi rabitə var. Həqiqi bir rabitə var. Həqiqi bir bağlantı var bu üç dənə nöqtənin arasında. Bu bağlantıya diqqət eləsək, çox maraqlı bir məsələlər çıxır. Deməli, Ramazan ayı tərbiyə ayıdır. Tərbiyə ayıdır. Biz bura dəvət olunmuşuq kamala çatmaq üçün. Tərbiyə nədir? İnsanın onun potensial olan kamala çata biləcəyinə həmən o tərbiyə eləndirilir ki, o gedib kamalına çata bilsin. Olan istedadlarını üzə çıxartsın. Deməli, tərbiyə ayıdır. Təlimsiz tərbiyə mümkündür? Yox. Deməli, təlimsiz tərbiyə mümkündür. Quran nazil olub təlim üçün. Tərbiyə ayıdır. Təlimi hardan alacaq? Qurandan alacaq. Və Qurandan necə təlim alacaq? Quranı oxumaqla, tilavətlə, tədəbbürlə biz bu ayın bütün imkanları da, oruc da bu biri tərəfdə biz paklana bilərik, təharətimiz arta bilər və nuraniyyət Allah lütfüləyə bilər, qədr gecələrinə hazır vəziyyətdə gedib çıxa bilərik, təqdiratımızı bu əhval və durumla növbəti ilimiz üçün və həyatımız üçün müəyyən oluna bilər. Deməli, tərbiyə ayıdır, təlim ayıdır, paklanma ayıdır və bütün bunun hamısı da Vəliyullahın məiyyəti ilə, İmam Zaman Ağa Əcil Fərəcəhumla birgəliyi ilə baş verir. Çünki Qədr gecəsində bütün varlıq aləminin mələkut aləminin ən gözəllərini Allah yerə endirir. İmam Zaman Ağa Əcil Fərəcəhumun huzuruna. Bizə Qədr surəsi bunu öyrədir. Və bizim də təqdiratımız həll olur. Onlar da həm də gəlir bizim üçün dua eləyirlər. İndi bizdə əhya saxlamalı oluruq. Bütün bunları toparlayanda insan başa düşür ki, Ramazan ayı elə belə deyir. Növbəti bənddə indi keçərik ona.
Bu duada İmam Sadiq əleyhissalam, İmam Kazım əleyhissalam bizə Quranı tanıtdırır. Buracan bir suallar varsa bəli. Bəli hacı. Bəli. Hacı qeyd elədiniz ki, bu ayda Allah Taala bizə bu duayın mübarək duasında Məsumlar bizə izah edir ki, Mərifətullahdan sonra təbii ki, bu ay öz-özlüyündə, yəni Quran nazil olduğu üçün deyil. Bu ayda həm də Quran nazil olur. Baxın biz dedik, burada bir vücudi varlıq bağlantısı var. Ümumi götürmək lazımdır. Bunu ümumi götürmək lazımdır. Deməli, Quran bu ayın tutumu var ki, Quran bu ayda nazil olar. Bəli. Quranın da nazil olmağı bu aya tutum ver. Yəni bunlar ayrı bunu yaradan, bunu edən bir dənə Allahdır da. Bəli. Və burada təsadüfi mövzu yoxdur. Burada bu ayın əzəməti, fəziləti, böyüklüyü, şərafəti və başqa aylardan üstünlüyü və orucun vacib buyurulması və Quranın da nazil olmasının bunların hamısı bir-birinə bağlı mövzudur. Burada yəni bunlar bütöv baxmalıyıq bu mövzuya, bəli. Hacı, məsələn tutalım ki, biz Ramazan ayında əgər bizə oruc məsələn deyirəm də vacib olmasaydı, bizim bu ayla rabitəmiz xüsusiləşdirilmə məsələsi olmayacaq. Məsələn bizdə çox müstəhəb əməllər eləmək olardı. Amma Allah Taala demək olarmı ki, bizə bu ayda bizə Ramazan ayının orucunu vacib eləməklə bizim özümüzü özümüzə tanıtdırmaq və bizə dəyər verməyin bir göstəricisi ola bilərmi? Yəni birdən vacib buyurmasaydı, desəydi müstəhəbdir, Rəcəb ayı kimi, Şaban ayı kimi, yəni necə olardı? Yəni bu ayda bizim xüsusi bir bağlantımız, xüsusi bir bu aya olan bir həssasiyyətimiz. Yox, bu sünnətullahdır. Bax necə namazdır ki, sübh namazı və yaxud zöhr namazı, əsr namazı, bunlar bu sünnətullahdır. Bu bir dənə sünnətullahdır ki, bir kəs ki mükəlləfdir, sağlamlığı da yerindədir və s. Bu adam üçün vacibdir bu. Bunu eləməsə haramdır və s. öz yerində özünü məhrum edir, insanlıqdan məhrum edir. Özünü insan kimi təkamüldən məhrum edir. Necə bir adam namaz qılmasa, mənəvi təkamülü mümkündür. Allaha yaxınlaşmağı mümkündür. Allah, yəni ola bilər bunun ayrı-ayrı epizodik yaxşı əməllər olsun. Amma tam anlamda namaz, əgər bir adam bilirsə namaz vacibidir və qəsdən namazı tərk eləyirsə, bu adam özünü mənəvi təkamüldən məhrum edir. Ramazan ayının orucu da bu cürdür. Biri bilirsə vacibdir, qəsdən tərk edir, ona görə o boyda ağır kəffarələri var. Çünki insan özünə zülm eləyir onda. Və bu sünnətullahdır. Qədir gecəsi sünnətullahdır. Sən hazır daxil olsun, bir ömrün yolunu gedə bilərsən. Amma gerək hazır daxil olasan, onda bir ömrün yolunu gedə bilərsən. Sən oruç tutsun, təqvalı ola bilərsən. Quran deyir ki, inşallah təqvalı olarsın. Yəni, bütün bunlar biz nəhayəti, bütün bunlar ne üçündür? Xəlifətullah ola bilən insanın, böyük potensialı olan bir insanın tərbiyə olunması üçün fürsətdir. Bir ay. Və təlim üçün də Quran nazil olur. Oxuya, tədəbbür eləyə. Canlı Quranda Hüccətullah, dövrün imamı, İmam Zaman ağa Əccid Fərəcəhum da canlı Quran. Ona da təvəssül edəcəksən. Bütöv bu mövzu, bütöv halda böyükdir, şərafətlidir, kəramətlidir, hər şeydən üstündür və orucu da tutacaqsan, Quranla da ünsiyyət saxlayacaqsan, canlı Qurana da birgəliyin olacaq, təvəssülün olacaq. Bu cür günbəgün Qədir gecələrinə hazır qaldı gedəcəksən və ta Şakilön gələ çiçəklənə, Şakilön o hala gəlib çata ki,
O necə lazımı dərəcəyə çatanda su qaynayır. Mübarək Ramazan ayında, hətta əvvəldən Rəcəb ayından başlanır hazırlıq. Şaban ayından davam eləyir. Ramazan ayında bu gəlir ki, insan dəmlənə, hazırlana, şakiləsi, gələ o Qədr gecəsinə tam tutumlu halda adam daxil ola. Qəlbinin orucu tutula bilən halda daxil ola. Onda o ruzunu ki Allah Qədr gecəsində nazil eləyir, o ruzudan bəhrələnə bilər adam. Bir ömrün ruzusu. Ramazan ayının hər günü üçün öz ruzusu var. Amma Qədr gecəsində bir ömrün ruzusu var. Bir ömrün ruzusu. O məsələyə biraz aydınlıq gətirir. Biz gələcəyik, duanın növbəti bəndlərində gələcəyik. Biz indi hal-hazırda buracan mövzumuz yekunlaşdısa, sual varsa buyurun. Yoxsa gedək indi Quranı bizə necə tanıtdırır dua. İmam Sadiq əleyhissalamla İmam Kazım əleyhissalam bizə bu gündəlik oxuduğumuz hamının da əzbər bildiyi duadır. Bu duanı bizə necə tanıtdırır? Bu duanı içində Quranı bizə necə tanıtdırır? Üçüncü bənd, birinci bənddə Allahı tanıdıq. İkinci bənddə Ramazan ayını tanıdıq. Üçüncü bənddə indi Quranı tanıyırıq. Hudəl linnəsi və bəyyinətin minəl huda vəl furqan. Deməli, Quran ki, bundan öncə deyildi ki, o bir Ramazan ayıdır ki, onda Quran nazilləmisən, Quran nazillədin. Quran, yəni, Quran nədir? Quran nədir? Quranı bizə dua özü izah edir. Bir dənə insanlar üçün hidayətdir. Hidayətdən bir nişanədir. Furqandan bir nişanədir. İndi biz bu üç dənə mövzuda nə var? Urəfa, müfəssirlər, uləma deyir ki, üç mərhələli hidayət burada görsənir. Quranın üç mərhələli hidayəti var. Hudəllinnəs bu ümumi hidayətdir. Bütün, belə demək olarsa, hamı üçün olan bir hidayətdir. Hamı oradan bəhrələnə bilər. Necə ki, bəhrələnirik. Allah lütf edir. Bu hudəllinnəs. İkinci, həmən o bəyyinətin minəl hudada bu ikinci bir mərhələdir. Deməli, birinci mərhələdə, deməli, hudəllinnəsdə bütün insanlar üçündür. Bütün fərqləri ilə, bütün özəllikləri ilə, dərkiləmə qabiliyyətləri fərqlidir, mərifətləri fərqlidir, tutumları fərqlidir, şakilələri fərqlidir. Hamı bəhrələnir. Hamı. Günəşdən necə hamı bəhrələnir? Bu da o cür. Ya ilahi imamdan ümumən, ilahi imamın axı iki cür bəhrələnir. Bir təkvini bəhrələnməsindən hamı bəhrələnir. Təşrihi bəhrələnməsindən insanlar tutumuna görə bəhrələnir. Bu belə. Bu buracan. İkinci mərhələsi hidayətin Quranla bağlı və bəyyinətin minəl huda xüsusi bəndələr bəhrələnir. Bu xüsusi hidayətdir. O kəslər ki, dərin tədəbbür, anlama, duyma, təhlil tutumları var. Bu oxuyur Quranın ayəsini, təhlil eləyir, anlayır, tədəbbür eləyir. Fərqindəliyi var. Bu kəslər üçündür. Yəni, bu Qurandan bəhrə aparanda həmən onun o tədəbbürü fərqli mövzudur. Bu gəlir hidayətin bir fərqli mərhələsidir. Bu ayələri kəşf eləyə bilir. Bu mövzunu tuta bilir. Bu da bir mərhələ. Bu da bir önəmli bir məsələ. Bu da ikinci mərhələ. Üçüncü mərhələ. Bu artıq Furqanla bağlıdır.
Furqanla bağlı mərhələdə əziz müfəssirlər, əziz ürəfa izah eləyirlər ki, bu lap xüsusi bəndələr üçündür. O bəndələr üçün ki, tərbiyə ayında Qurandan təlim alırlar, tilavət eləyirlər, ümumi bəhrə alırlar, tədəbbür eləyirlər, xüsusi bəhrə alırlar. İmam Zaman Ağa Əccil Fərəcahumun bərəkəti ilə bu yolu qət eləyirlər. Gəlib çatırlar 3-cü mərhələ hidayətdən bəhrə apara bilirlər. Haqla batili ayırmaq. Furqan odur. Bu imanı gəlir yerinə oturur. Təqvası gəlir kamil hala çatır. İman və təqva məktəbində böyür, şakiləsi gəlir. Qaynama nöqtəsinə çatır. Necə suyun qaynama nöqtəsi var. Bu da gəlir o qaynama nöqtəsinə çatır. Keçir növbəti bir mərhələyə, insani bir mərhələyə. Orucu çıxdı fiziki mərhələdən, keçdi psixoloji mərhələyə, emosional mərhələsi. Gəldi çatdı qəlbin orucuna. Bu mərhələyə çatanda lap xüsusi bir hidayət mərhələsidir. Bura Allah xüsusi lütf edir, inayət edir, nuraniyyət verir, bəsirət verir, haqla batili ayıra bilsinlər. Bizim Əmir əl-Müminin əleyhissalamın vaxtında Quran var idi da. Qurandan ümumi hamı bəhrələnirdi. Bəziləri vardı, xüsusi bəhrələnə bilirdilər bir həddəcə. Amma furqanları yox idi. Məsələn, Əmir əl-Müminin Əli əleyhissalamın kimliyini anlamırdılar. Çünki furqanları yoxdur. Haqla batili ayırt eləyə bilmirdilər. Çünki təkamülün bu mərhələsinə keçməmişdilər. O bütün zamanlar üçün bu cürdür, bugün üçün də bu cürdür. Biz Ramazan ayında ümumi hidayətdən bəhrələnə bilirik. Xüsusi hidayətdən də bəhrələnmə mümkündür. Amma lap xüsusi bəhrələnməmiz olsa, biz furqana yələnərik. Allah bizə xüsusi nuraniyyət verər. Qəlbimizə Allahdan başqa heç bir naməhrəmi buraxmar o. Qəlbimizə heç bir bütü buraxmar o. Qəlbimizə qeyri-ilahi rəngdə olan heç nə buraxmar o. Nə fərdi həyatımızda, nə ailə həyatımızda, nə ictimai həyatımızda, həyatımız nə ruzu ilə bağlı mövzuda. Nə egomuz orada büt olaraq olar, nə kənar bütlər gəlib orada yer tuta bilər. Haqla batili ayırma, furqan deyirlər buna. Baxırsan biriləri səhərdən axşamacan şirkdən danışırlar. Amma haqla batili ayıra bilmirlər. Çünki iman və təqva mərhələsini keçməyiblər. Bəsirət və haqq və batili ayıra biləcək furqanları yoxdur. Dini ancaq məhd olur, bədən görürsən ki, dinin ruhu qalmır orada. Zahirləri olur, amma dinin özünlüyü bir şey olmur. Bu Peyğəmbərdən sonraki mərhələdə də özünü göstərib. Məsələn, günümüzdə də bu özünü göstərir. Ona görə üfüqlər çoxdur. Görün bu 3-cü bənd nə qədər üfüq açır. Ki biz gələ bilərik mübarək Ramazan ayında ümumi hidayətdən xüsusi hidayətə bəhrələnə bilərik. Gələ bilərik lap xüsusi hidayətdən bəhrələnə bilərik. Buyurun əzizim. Hacı, bu Quranı ki bizə tanıdırlar mübarək ayda məsumlar. Bu Quranın özünün tanıtımıdır. Yəni Ramazan ayına aidiyyəti yoxdur. Quran özü bu cür nədir? Quran ümumən bu cürdür, bəli. İnsan Qurandan nə vaxt çox bəhrələnə bilir? Tədəbbürlə oxuyanda, diqqətlə oxuyanda. Orada oxuyanda bir mərhələ də var ki, o oxuyursan, başa düşürsən, amma dərin ruhunu anlamaq üçün nə lazımdır? Əməl lazımdır. Əməl olmasa, oradan sənin paklığın nə qədər çoxdur, təharətin nə qədər çoxdur,
Mənəvi təkamülün nə qədər çoxdur, o qədər bəhrələnirsən. Onda O gəlir sənə mənəvi təkamül və təkan verir. Sənin mənəvi təkamülün işə düşürsə iradə veriyorsun, sən növbəti dəfə geri dönürsən, o bir qədər də dərinləşir. O dərinləşəndə biraz da bura işıq salır. Bu əhvalla bir də bu bitməyən bir prosesdir. bəli. Adam var günəşdən ancaq bu xəttə başa düşür ki, günəşdir də yayda 3-4 gün isti olacaq bu xəttdə. Adam var günəşdən, fiziki günəşdən götürür batareya kimi istifadə edir, yığır o enerjini, sonra istifadə edir. Allah belə günəşin nə kimi imkanları var heç biz bilmirik. Hələ bu fiziki. İlahi imam da bu cürdür. Gedirsən ilahi imamın ziyarətinə, məsələn, Ərbəyinə gedir insan. Ümumi bəhrələnmə hamıda. Xüsusi bəhrələnmədə adam gedəndə, məsələn, o yolu gedə, addım, ya Əbu Abdullah, o əhvalı belə. Bir də var ki, adam bütün bunun içində təqvaya riayət eləyə. Təharətə, paklığa, ruhu təmizliyə diqqət eləyə. Gələr Ərbəyindən, Ərbəyinin o nuraniyyəti ona daxil olar, furqanı yaranar. Haqla və batilə ayıra bilər. Furqan olandan sonra dalan yoxdur. Dalan görsənirsə deməli furqan yoxdur. Furqan yoxdursa deməli təqva yoxdur. Təqva yoxdursa deməli əməl yoxdur. O ki bir insan deyir ki, bir müsəlman, bir mömin, bir mütədəyyin insanın həyatında dalan yoxdur. İslamda dalan yoxdur. Bu qədər fürsət və bu qədər resurs. İnsanın hər namazı özü bir dənə fürsətdir. Əgər bu baş vermirsə, biz deməli nə vəziyyətdir? Adamlar var hələ fiziki dünyada. Gedirlər, məsələn, gedir Parijə, mən misal çəkirəm. Bəzən misal çəkəndə insan deyir ki, bəziləri bundan sui-istifadə edir. Onda gərək heç nə danışmıyor. Misal çəkirik. Adam var Parijə gedir, Eyfeli görməyib. Gedir Parijə, Eyfelə gedən vaxtı cəmaat, məsələn, bu deyir ki, mən elə belə də. Ya adam da var ki, bir mütaliə edir, araşdırır, o yan bu Eyfelə qalxır, bir baxır nə var diyor. İndi mübarək Ramazan ayının o gülləsi, o piki Qədr gecəsidir. O gecəyə bu xüsusi hidayətdən bəhrələnmə əhvalı ilə daxil olsuq, Hüccətullahla bir yerdə onun uzadılmış əlini sıxsuq, İmam Zaman Ağa Əcil Fərəcəxum bizə əlini uzadıb. Əlini sıxsuq, bütün mələkut aləmi bizim üçün dua eləyər. Və vəziyyət bu cürdür. Ramazan ayının Qədr gecəsindən kimsə bəhrələnməsə, o dünya həyatında bunu oxuyur da, bir adam bir ömür məktəb oxuyur, atistat almır. Universitet oxuyur, diplomsu çıxır. Parijə gedir, Eyfeli gedib məsələni çıxa bilmir. İndi Allah bizə gerçək, həqiqi yaşamanı verir Ramazan ayında. Cənnətin bir parçasıdır. Cənnətin bir parçasıdır. Acı, mən onda belə çıxır ki, mübarək ayda Quran-ı Kərimin fəzilətinin bu qədər artması, bu qədər mövzusu onun üçündür ki, biz mübarək ayda, o düz ki, əməl məsələsidir. Biz oruç tuturuq Allahın mübarək ayında ehtiramını saxlayırıq, vacibat boynumuza düşkün bir əməl edirik və onun da nəticə olaraq Quran da oxumağa və insana təsir eləməyi, bunlar birləşək insanın şakirəsini, insanın vücudunu, insanın o kimliyinin formalaşmasında birbaşa rolu olur bunların. Biz komfort zonamızdan çıxırıq. Öyrəşdiyimiz rutindən çıxırıq. Yəni, indi bacara bilsək ki, iftar vaxtı da, o başdana da qayıtmasaq o rutinə, bunu bacarsaq. Yəni, elə, necə deyərlər, bu ac qalmaq olmasın da, bir mənəvi baxış olsun. Bacara bilsək biz dilimizin orucunu tutsaq, gözümüzün orucunu tutsaq, ağlımızın orucunu tutsaq,
qəlbimizin orucunu tutsuq, bu bir dənə komfort zonasından çıxmaq olar. Fikir vermisiniz, nə qədər namaza başlayan adətən Ramazan ayında olur. Fikir vermisiniz, nə qədər hicaba keçən Ramazan ayında olur. Nə qədər Quran oxumağa qərar verən, öyrənməyə başlayan Ramazan ayında olur. Ona görə lənətli şeytan da boş durmur. Ona qədər Lənətli şeytan çalışır Ramazan ayına qədər zəncirləri açıqdır da. Ona qədər çalışır ki, maksimum dərəcədə şakilələri elə eləsin ki, Ramazan ayı şovlaşsın. Ramazan ayının ruhu yox, zahirləri yaşansın. Ramazan ayı yavaş-yavaş öz mahiyyətindən ayrılsın. Ona görə Allah nəsib eləsin, bizim gələn dəfədə Qədr gecəsini tanımağa keçəcəyik. Və cəaltə fihi leylətəl qadr. Gələn dəfədə Qədr gecəsini tanımağa keçəcəyik. Sonra dua necə ediləri tanımağa keçəcəyik. İki dənə də bəndimiz qalıb. Ondan sonra da ki, Allahın lütfu ilə əsas məsələ də azad bir bəndə olmaq mövzusudur. Düşünürük ki, qismət olsa gələn dəfə bitirərik, olmasa da bir iki dəfəyə bitirərik. İnşallah. Hər halda, baxın əzizim, yəni bunu biz çox işidirik adətən ki, məsələn, bu cür gözəl dualar və s. biz harda bunun şərhini, təhlilini, təfsirini və s. Bu bunun üçündür. Biz artıq ikinci verilişdir, səhv eləmirəm. Üç olmalıdır. Ya ikidir, ya üç. Bəli. Bir dəfə alınmadı. Bəli, yox. Biz elə Şaban ayından çıxa bilmədik. Bəli. Elə mövzumuz oldu. Evet. Bu ikinci verilişdir. İndi yəqin üçüncü verilişdə, yəni üç verilişdə, bir 3 saatlıq bu dua ətrafı bir mövzu bizim əziz Quran müfəssirləri, əziz ürəfa, əziz uləmanın baxış bucağını çatdırırıq, bölüşürük, çalışırıq da ki, bu gündəlik həyatla da bağlı olsun. Hər halda, bunu da deyək. Məsələn, Qarabağın oyunu olacaq. Mən futbol azarkeşi deyirəm, ümumi xəbərlərdə filan. Neftçi ilə oyunu ləğv oldu. Niyə ləğv oldu? Niyə ləğv oldu sizcə? Neftçi ilə oyun qabağı idi. Yəqin ki, ona hazırlıqca. Əhsən. Bax, biz dünyanın hər məsələsində bu cür bir ibrət gözü ilə baxa bilməliyik. Necə olur ki, bir dənə Qarabağ futbol oynayacaq, bunun hazırlığı üçün daxili çempionatda bir dənə oyunu da nə edirlər? Qarşılıqlı razılaşma ilə ləğv edirlər. Bir də görərsən, adam Ramazan ayı qabağı təbii gəlir ki, remonta başlayaq. Sən elə bir dənə remontun Ramazan ayına qalmışdı. Bir də görürsən, dili öyrənmir il boyu. Ramazan ayı gələndə mən ingiliscəni günə 10 saat oxumağı indi salır. Sən elə indiyə qalmışdı. Bir var həmişə oxuyursan, başa düşdüm. Onda elə biraz da azaldı, fikrin bu aya yönərsin. Bir də görürsən ki, səfərləri, ardıcıl, beynəlxalq səfərləri. Sən bu ayı oruc ayıdır, ölüm itim deyir, sənin həyatı mövzu deyirsə, sən otur orucu tut ki, səfəri sən heç elə səfərdə də tutu ayrı. Görürsən, biri, məsələn üçün, saxladı, bu ayın içinə saldı. Həkim diagnostika mövzularını. Şeytan boş durmur ki, Allah lənət eləsin. Mədə xəstəliyi də, filan mövzular da o üçdür. Səmimi adam, insan Allahla səmimi olmalı. Səmimi. Bir də Ramazan ayı ola bilər xəstə olsun, oruç tutmasın. Ramazan ayı o adam üçün bitmir ki. Başqa bütün mövzular elə yerindədir də. Oruc ancaq yeməmə, içməmə deyir ki. Allah özü nəzər salsın. Allah razı olsun. İltiması duamız var. Allah nəzər salsın. İnşallah Allahdan istəyirik ki, bizə İmam Zaman Ağa Əcil Fərəcəxumun inşallah bərəkətinə bizə bu ilki Ramazan ayının ruzusundan bəhrələnməyə nəsib etsin inşallah. Çox sağ olun. Sağ olun. Çox sağ olun. Təşəkkür.